Assalamu alaikum hürmetli televizyon kökçüler. Uyghur televizyonunun gündelik xəvərlərini görüşündən qarşılamız. 5. iyul Ürümçi qətliamının 10 yıllık münasibeti bilen Kanada Şərqi Türkistan Cemiyeti'nin orlaştırışıda Kanada'nın paytaxtı Toronto şəhərində Xitay Komünistlərinin Şərqi Türkistan'da elib beriyotgan irqi qırğınçılıqqa qarşı namoyish ve yürüyüş fəaliyyəti ötküzüldü. Bu namoyishga 500'dan artıq Şərqi Türkistanlı qatnaşqan bo'lib, saat 10:20'dan 12:20gacha Xitay konsulunun aldıda namoyish ve axbarat e'lon qilish nutqi so'zlandi. Saat 12:20'dan başlap Kanada'nın merkez koçularından boğan Yans Çört ve Dangdağız karvangaçı boğan 6 kilometre yolunu piyade meniş arkalık kollardaki Xitay Uyghur boğaklarını öldürüp atıdı qatarlıq her xil viskila, cinayetçi kiyimleri, kişen sinilgan kolları bilen çetelliklerge 5. yol erkek qırğınçılığını anlattı. Şundaqla bu qatnamqı namoyishni o'rlashtirgan Şərqi Türkistan Cemiyeti'nin o'rlashtirishida Montreal, Vancouver qatarlıq şəhərlərdə Xitay konsulu aldıda namoyish ötküzüldü. Namoyish nəhayət dağdığılıq və dəbdəbilik ötküzülgən olub, ətrafdakı çətinliklərin diqqətini tatdı. Tövəndə diqqətinizlər ekranımızda olsun. Shame on China! Fire China! Stop getting on the horse! China! Lost the concentration camp! Former diplomats from the Chinese prison. Canada has to stand up to protect its Canada's citizens. Free Michael Crawford! Free Michael Crawford! Free Canadians! Terrorist China! Terrorist China! Terrorist China! Terrorist China! Stop getting Uyghurs! Stop getting Uyghur! Xəvərlərimizi kögününlər rəhmət. Görüşküç aman bulunlar. Xeyr xoş. Allah emanet.